Mənim proqramım %100 deyə bilərəm ki, uzun müddət tətbiq edildiyi təqdirdə ki, tətbiq edilməsi çox da rahat bir proqramdır. İnsulin direnci yavaş-yavaş çıxıb gedəcək və bunun mən qarantiyasını verə bilərəm sizə. Çünki yüzlərlə insulin direnci olan insanlarla işləmişəm. Axıra qədər. Çünki insulin direnci 3 günə həll olmur. İnsulin direncini 3 günə almamısınız. İnsulin direnci illərlə sizdə yaranan bir prosesdir. İllərlə. Ona görə də bu məsələndə toxum əkdiniz, səhər-səhər durub ağac olduğunu görmə ehtimalınız nə qədərdir? Nə qədərdir? Yoxdur. Eləcə də gecə yatıb səhər-səhər insulin direnciyəm mən demək ehtimalınız da o qədər yoxdur. O ağac ki, toxumundan ağac olacaq, eləcə də bax, elə bir demək olar ki, o miqdarla, o zamanla da sizdə insulin direnci olacaq. Bəs bunu nə qədərə həll eləmək istəyirsiniz? Doğrudan da insulin direncindən qurtulmaq müddət istəyirsinizsə, mesela 6-7 ay. 6-7 ay ərzində çox gözəl şəkildə də həmin o insulin direncindən qurtula bilərsiniz. Bəli, endokrinoloq müəyyən dərəcədə dərman preparatları ilə, əgər insulin direnci yüksək səviyyədədirsə də, dərman preparatları ilə müəyyən dərəcədə dəstəkləməlidir bu prosesi və amma həmin dərman preparatlarının iş bitmir. Mənə müraciət edirlər ki, mən müalicədəyəm. İnsulin direnci müalicəsində. Deyirəm, neyinirsən? Üstünə Metforix, Mutforix, nə bilim, Siafor, Glikofaj, ay nə bilim, dərman. Qurban, insulin direnci elə müalicə edilmir. Prosesi müəyyən dərəcədə dəstəkləmək olar. Yəni, prosesi müəyyən dərəcədə dəstəkləmək olar. Bəli, mən bundan razıyam, %100. Yəni, o dərman kömək eləyər. Amma o dərman insulin direncindən sağalda bilməz. Problem sizin həyat tərzinizədir. O dəyişmədikcə insulin direnci getməyəcək.